Salam millət. Yəni sizlə nə barədə danışmaq istəyirəm? Yəni doğrudan Azərbaycan xalqı varmı? Azərbaycan yəni necə deyirlər, bu xalqı özünə dəyər verirmi, vermirmi? Yoxsa elə keçmişdə olanlar kimi ki qürurlanır ki, bizim xaqanımız Şah İsmayıl olubdu, Babəkimiz olubdu. Yəni ki Nadir Şahımız olubdu. Bu nə düşüncədir? Bu gün siz kimsiz? İstəyir yəni Güney və Quzey Azərbaycanadır mənim bu sözüm. Yəni ki, nə ilə qürurlanırsınız? Ki, İranda başı uzun üstündə molla rejimi lotuluq eləyir. Azərbaycanda başı üstündə erməni, biqeyrət, hinduşkabaş, mazella, ilham. Yəni, şahlıq eləyir. Başa düşürsünüz, o qədər uğraş biqeyrətdir ki, arvadının şəkili hər yanlarda gəzir. Bir qeyrətə gəlmir. Bunun qırmızı xətti yoxdur. Gör, nə qədər bu alçaq mındar bir qeyrət adamdır. Bakını su basıb gedib. Yəni, baxın da yanında kiçik kətləri olsun, siz Bakının özü olsun, evlərin içi, dükanların içi su. Yəni, niyə özünüzə dəyər vermirsiniz, hə? Neçə illərdir bu barədə söhbətlər eləyir də, danışırıq ki, ayılın, 30 ildir. Ayılın da, ayılın. Bu, bəzilərlə də mən söhbət eləyəndə başlar Əbülfəz Elçi bəydən danışmağa. Deyirəm, bala, mən Əbülfəz Elçi bəyin düşməni deyiləm, başa düşün. Əbülfəz Elçi bəy zəif adam. Sən zəif adamsan, nəyə gəlib dövlət başına? Oturmuşsan ki, 30 ildir bu millətin başına görünə oyun açırlar. Düz oturağın, düz danışağın da. Ətrafdakılar da satılmış, ətrafdakılar satılmış adam idi. Əgər o Heydəri gətirməsəydi, Azərbaycan 3 yerə bölünərdi. Hələ yaxşı, bölünərdi də. Sən bilirsən, sən zəif adamsan, hökm eləyə bilmirsən. Sən yəni, Azərbaycanın dövlət infrastrukturunu qura bilmirsən, möhkəmlədə bilmirsən, demokratiyanı gücləndirə bilmirsən. Boş, zəif adamsan, nəyə gəlib prezident olurdun onda bu Azərbaycanda? İstəyir xalq cəbhəsi incisin, inciməsin. Yəni, hər bir Quba Dübaoğlu gəlib prezident olacaqsa, Əbülfəz Elçi bəy kimi zəif adamdırsa, o gəlir öz təpəsinə güllə vursun. Çünki vaxtında bunu Əbülfəz Elçi bəy də eləməlidir. Yox, əgər Əli Kərimli də belə zəif adamdırsa, o da gəlib dövlət başında elə Əbülfəzin davamını eləyəcəksə, gəl təpəsinə bir güllə vursun. Bura Azərbaycan deyə, burada bütün siyasəti bilmək üçün dünya oyunçularının gərək siyasətini başa düşəsən, regional oyunçuların siyasətini başa düşəsən ki, Azərbaycanı bu bəladan qutarmaq üçün kimlərlə hansı söhbətlər aparmalısan, hansı urvində, hansı qaydada iş görməlisən. Yox, sən zəifsənsə, ətrafa da, necə deyərlər, agentura şəbəkəsi soxurlarca, sən də bunu bilə-bilə durub, bir iş görmürsənsə, sən nə dövlət başçısınsan? Nəyə olursan onda o dövlət başçısı? Bir dərs alında tarixdən də Yıldız Xaqanoğlu Atilla neynədir? Bütün zəiflərin hamısının başını kəsir. Mənə lazımdır belə zəif adamlar ki, hansılar ki, bir gün otururlar. Və yaxud da parlament yaradıblar, ha. Sədrləri də var onların. Oturublar, parlament iş aparırlar da, güya da. Neyniyə bilirlər? Bunlar bilsən necə adamlardılar hamısı? Əbülfəz Elçi bəyin yanında da olan adamlar necə? Bunlar belə adamlardır. Vuran qollar geçsin, vursun. Biz də gələk oturaq, özümüzdən qanunlar çıxartaq ki, bu düzdür ya düzdür. Anlayın, başa düşün, milləti öldürüblər hamısı hər tərəfdən. Millət ölü vəziyyətindədir. Nə qədər Elşad sözlərdir, nə qədər Qabil deyir, Manap deyir, Orxan deyir, blogerlər deyir, qənimət deyir, da qeyri başqası deyir, hətta o, necə deyərlər, hər şeyini satmış qurban da deyir. Amma xalq ayılmır. Niyə ayılmır? Çünki degradasiya yaradıblar, manipulyasiya yaradıblar. Hətta tualetdə ayırham, sən ta aton şəkili, arvadın şəkili, öz şəkili şıdırğı vırır. Şəhəri su basıb, sən vecvə də dör. Sərhədləri bağlamısan, 4000-ə yaxın adam qalıb, onlar da ki, əsir eləmişsən. Bu 4000 adam da ayrılmaq istəmir. Çətinliyi düşən kimi cənab prezident, cənab xanım, mənə kömək eləyəcək. Hətta eləmirdi, 30 ildir görmüşəm, başımıza oynatır da bu adamda. Bunun özü kukuladır orada. Bunu Yezdi Kürt komandası 30 lira, buna da deyiblərsən, pox deyirsən, otur burada, əməlli başlayacaq. Biz nə deyiriksə, onu da eləməlisən. Ondan başqa şey eləyə bilməzsən. Yəni, bu çatmır sizə söz bu. Anlamırsınız bunu siz. Dərk eləmirsiniz. Yəni, bunu dərindən anlamaq lazımdır. Bunu başa düşmək lazımdır da.
Bunu dərk eləmək lazımdır. Necə siz bunu dərk eləmirsiniz? Necə siz bunu başa düşmürsünüz? Bilmək lazımdır bu vəziyyət niyə görə belə alınır? Xalq niyə susur? Başına it oynatırlar. Qızlarını, arvadları zorlar. Kişilər aparıb dalını dumika soxurlar. Min cürə oyunlardan çıxırlar. Yönü də cənab prezident mən susuram. Bu ölüm savaşıdır. Oğlum ölüm savaşıdır bu. Bu can almaq savaşıdır. Can almaq lazımdır burada. Bu rejimin əlindən qutarmaq üçün can almaq lazımdır. Bunu başa düşməlisiniz. Əgər başa düşmürsünüzsə mənim sizə daha sözüm yoxdur.